Antisanitar şərait, natəmizlik, sanitar-gigiyenik pozuntular. Bütün bunlar Nərimanov rayonunda yerləşən Topqapı restoranında aşkarlanıb. Qida obyektinə kənardan ilkin baxış zamanı bizi işıqlı zal, dəbdəbəli dekorasiya qarşılayır. Restoranın müasir dizaynı, estetik vizuallığı və diqqət çəkən işıqlandırması müştəriləri cəlb etmək üçün böyük rol oynasa da, təəssüf ki, mətbəxin sanitar-gigiyenik vəziyyəti və qida təhlükəsizliyinin təmin olunmasında ciddi nöqsanlar mövcuddur. Restoranın dekorasiyasına və vizual cəlbediciliyinə sərf olunan yüksək maliyyə vəsaitindən kiçik bir hissə müştərilərin sağlamlığı üçün normal şəraitin yaradılmasına ayrılsaydı da yaxşı olardı. Elə bunun nəticəsidir ki, Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri də yoxlama tədbirləri zamanı sözü gedən qida müəssisəsində ciddi nöqsanlar aşkarlayıblar. Aparılan yoxlama zamanı adsəkilan qida obyektində ciddi nöqsanlar aşkar edilmişdir. Belə ki, obyektin mətbəx hissəsinin, ambar hissəsinin, o cümlədən soyuq qəlyanatların hazırlandığı sahələrin sanitar texniki, sanitar gigiyen tələblərə cavab vermədiyi, mətbəxdə havalandırma sisteminin olmadığı, o cümlədən işçilərin tibbi müayinədən və gigiyen təlimə cəlb edilmədən işə cəlb olunduqları, müvafiq baytarlıq sənədi olmayan heyvan mənşəli məhsulların istehlaka təqdim edildiyi və bu və digər nöqsanlar aşkar edilmişdir. Bölmə rəisinin sözlərinə görə emal olunan məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib. Qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb. Agentlikdən həmçinin o da bildirildi ki, yoxlama nəzarət tədbirləri digər ərazilərdə də davam etdirilir. Agentlik tərəfindən keçən ildə olduğu kimi bu ildə nəzarət tədbirləri davam etdirilir. Bildirmək istəyirəm ki, cari 2 ay ərzində agentlik tərəfindən ictimai yaşayış obyektlərində 303 planlı və planlaşdırılan yoxlama həyata keçirilmişdir. Bunlardan 283-ündə nöqsanlar aşkar edilmişdir ki, həmin nöqsanlarla bağlı da aidiyyəti üzrə inzibati tədbirlər görülmüşdür. Buradan agentlik olaraq bir daha yaşayış obyekti sahəsində fəaliyyət göstərən sahibkarlara səslənirik ki, öz fəaliyyətlərini, o cümlədən mətbəx hissələrini, qida bloklarını, qida təhlükəsizliyi sahəsində texniki normativ tələblərini uyğunlaşdırsınlar. İşçiləri barədə gigiyenik təlimə cəlb edilməsi, o cümlədən onların tibbi müayinə keçirilməsini təmin etməlidirlər. Qeyd edək ki, agentlik tərəfindən bu cür nəzarət tədbirləri bundan sonra da davam etdiriləcək.